Səsət ibn Suhan qalxır ayağa, deyir ki, ya Əli, istəyirəm mənə deyəsən, bu bəşərin atası Adəm əfzəldir, yoxsa sən? İmam Əli əleyhissalam buyurur, ya səsə, təzkiyyətül mər'i nəfsəhu qəbihun. Kişinin özünü tərifləməsi yaxşıdır. Yəni, mən başqası barəsində rahat danışa bilərəm. Amma sənin bu verdiyin sual mənim öz barəmdədir deyə mən çətinlik çəkirəm, izahatını verəm. Çünki o izahat bilavasitə mənim özüm barəmdə danışmaq haqqındadır. Amma deməzdim, danışmazdım. Ləvla qovluhullah Teala əzzə və cəll və əmma bi ni'məti rabbikə fəhaddis. Allah Teala Zuha surəsində, Duha surəsinin 11-ci ayəsində buyurur ki, sizə verdiyim neymətlər barəsində danışın. Deyir, əgər bu ayə olmasaydı, mən sənin bu sualıma cavab verməzdim. Amma Allah ki, bu ayədə buyurur ki, sizə verdiyim neymətlər barəsində insanlara danışın, bu sualıma bu ayəyə görə cavab verirəm. Buyurdu ki, mən ənə əfsəl min Adəm. Mən bəşərin atası sayılan Adəmdən fəzilətdə üstünəm, əfsələm.